Rəşad Dağlıadı uzun illərdir təkcə meyxana məclislərində deyil, insanların yaddaşında da iz buraxıb. Onun səhnədəki duruşu, sözə verdiyi dəyər və sənət yoldaşlarına münasibəti hər zaman xüsusi ehtiramla qarşılanıb. Lakin son zamanlar adı qalmaqallı hadisədə hallanan meyxanaçı ilə bağlı fikirlər birmənalı olmayıb. Elə bu məsələyə münasibət bildirən meyxana ustası Ağa Mirzə də Rəşadın belə bir hadisəyə qarışmasının ağlasılmaz olduğunu deyib. News 24 az xəbər verir ki, tanınmış meyxanaçı Ağa Mirzə Məmmədov Yeni Sabahaza açıqlamasında həmkarı Rəşad Dağlı ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə Rəşadın ailəsi ilə birbaşa əlaqəsi olmasa da atası və qardaşı ilə tez-tez ünsiyyətdə olur. Nə yalan deyim, mən Rəşadın ailəsi ilə o qədər də maraqlanmıram, amma atası və qardaşı ilə danışıram. Bildiyimə görə Balali, Orxan, Ruslan onun ailəsinə daha yaxından dəstək olurlar. Mən də qardaşı və atası ilə yaxınam. Hətta bu yaxınlarda atası ilə oturub uzun-uzun söhbət etdik. Ağa Mirzə həmçinin Rəşad Dağlının meyxana aləmində və məclisdə hər zaman hörmətlə yad edildiyini bildirib. Məclislərdə də adı tez-tez çəkilir, çünki Rəşad həmişə hörmətli, izzətli insan olub. Bu hörməti mənə də hər zaman hiss etdirib. Meyxana deyəndə də bunu açıq şəkildə göstərdi. Bir dəfə mənə təklif etdilər ki, Rəşadla dəyişməydim. Amma o bu təklifdən imtina etdi və dedi ki, bu mənlik deyil, edə bilmərəm. Bu cür davranışlarını çox yerdə görmüşəm deyə meyxana ustası bildirib.